Ay qardaş, sənin işindir da bu. Axı mən maşına oturan kimi sənə dedim hara getməliyəm. Ay xanım, özünü yorma, xeyri yoxdur. O yol probkadır, girə bilməyəcəm ora. Aha, bəs bunları kim daşıyacaq? Düşən deyiləm. Maşını təzə təmirdən çıxartmışam. 6 deyəcək. İstəmirəm pulu ver. Düş, düş, xahiş edirəm, düş. Düşmürəm. Düş xanım, düş. Vaxtımı alma, düş. Səndən şikayət eləyəcəm. Əşi, nə istəyirsən əli, gidən. Gəl, götür. Zəng etdiyiniz nömrə hal-hazırda məşğuldur. Yenə də danışır. Yarbala, bir dəfə lazım olanda cavab ver də bu telefona. Alo, Yarbala sənsən? Bilirsən? Uy! Ay, bağışlayın siz Allah. Yox, siz bağışlayın. Günah məndə deyəsən. Siz narahat olmayın, özüm yığaram. Yox, narahat deyil. Alo, Onu səs-küydü elə. Haradasan? biraz başım qarışıqdır. Axşam görüşürük də, yadından çıxmayıb. Əlbəttə ki, mütləq. Saat 9-un yarısı maşın göndərəcəm. Hə. Hə, bəlkə mən şəbəkə etdim. Bağışlayın, narahat elədim sizi. Siz bağışlayın. Deyəsən müdür gözləyir sizi. Müdürüm deyil, nişanlı demək olar. Amma doğrudan da gecikirəm. Özünüzə yaxşı baxın. Sağ olun. Sağ olun.
Qurbanov, Bəli. bu şəkil aşağı. Boş. Hesab dəftərini tapa bildin? Axtarıram heç nə yoxdur. Ne tapmışsansa aşağı. Oldu. Kimin əsəridir bu? Geli Korjovin. Bəs bu? Tahir Salahov. Püs sənin üzvə lənət. Utanmırsan? Rəssamlığın başıma dəysin. Belə bacaransansa öz işlərini çəkkinəndə. Niyə çəkmirsən? Kim diye öz işimize kıymet veren? Tahir Salahov sənin yaşında pul fikirləşirdi. 50 ilin tarixi var ya burada. Kimçi çəkirsiniz? Kimdir sənin böyün? Sənin böyüyü mən. Fuat. Sakitleş. Sakit ol. Ağıllı uşaqlardır bunlar. İndi hər şey danışacaqlar. Hə uşaqlar, bu rəsmləri bizimkilərə satırsınız, yoxsa xaricilərə? Klientlər üzardandır. Vallahi reis bizim hiç neden haberimiz yoktu. Deyən bir ikisini çəkim hamısını danışacaq indi. Fuat, yaxşı da kim deyib, bax əsəbləşmək olmaz. Özündə təzə çıxmısan xəstəxanadan. Uşaqlar, lazım gör nə deyirəm. Bu adam marağa, nenormaldir. 3 ay bundan qabaq oğrun birini 3-cü mərtəbədən buraxdı aşağı. Heç nə də eləmədilər. Əlində kağızı var. Deyin böyüyünüzün adına. Söz verim ki, məhkəmədə də sizə kömək eləyəcəm. Sumqayıtdadır. Nə? Yani böyümüz Sumqayıtdaki Brilliant Galeriyası ilə şərikdir. İstanbuldakılar da diginə. Fuat, yaxşı da. Əsəbləşmə, gedək bir siqaret çəkək. Sən rahat danış. Fuad, görə bilmirsən bizdəki vəziyyəti. Bu əclaf mənə çıxartdı da işdən. Müqavilə zad nədir? Müqaviləyə kimdir indi baxayım. Nə bunu, getdi sintizatör çalan gətirdi. Həm oxuyur, həm çalır. Bütün məsələ. Nəsə yaxşı olacaq inşallah. Uğraşdılar da bunlara, uğraşdılar. Nə qədər pulum qaldı o kazolda? Ayın axırını verməlidir. Amma Allah xətrini qarışma. Çox xahiş edirəm. Bəs mən qarışmayayım, kim qarışsın? Mən həll eləməyim, kim eləsin? Heç olmasa gedək soruşağa görə hansı ayın axırı verirlər pulumu? Sən mənim canı qarışma, mənim pis vəziyyətdə qoymuram. Mən dedim, axşam uşaqları götürüm, gələk sənə deyə qulaq asın. Alardı. Məndən də salamdır. Cəmil salam deyirsən. Özün də tezlik gedir. Sağ olsun. Yaxşı, axşam danışarım. Yaxşı, inşallah görüşərik. Nə oldu? Pastayanla da pul atırlar buna. Heç olmasa işlədiyini pulunu versəydilər dərd yarı. Onu da vermirlər. Deyirəm, qarışım söhbətə deyir, sənliyi deyir, eləməklə. O giydirmə rəssamların işini tez qutarsa, bəlkə axşam gedək deyək ona. Axşam mənim işim var. Qaydanda bəhzunla səni ataram ora. Amma sən də ağıl ol ha. Dəliz adam mən, sən də söz danışdın. Hə, babi? Mahmud usta, Bəli, Əsman. bu axı mənim istədiyim rəng deyil. Yarbala verən rəngdir, biz də vurmuşuq divara. Yarbala, Yarbala bura gel. Hə, gəldim. bu nə rəngdir? 23. Hansı kataloqdakı 23 nömrə? 2 ildir mənlə işləyirsən, heç görmüsən mən bu rəngdən istifadə eləyim? Get o kataloqu, gətir bura. Yaxşı.
Gecikdiyimi bilirəm, Fəxri. Amma günah məndə deyil. Nəysə, uzun söhbətdir. Gələrəm, danışarıq. Hə, yəqin ki, yarım saatı çataram. Yarbala, mənə taksi çağır. Baş üstə Dəniz xanım. Paltarlarımı vaxtında gətirdiyin üçün sağ ol. Bugünlük geçti günahımdan. Sırğalarım. Dəniz xanım, itirdiyiniz dəftəri hara qoyduğunuzu yadınıza saldınız? İtirməmişəm. Yəqin ki, səhv salmışam. Musiqiçi adam idi. Kim? Bilmirəm. Bax gör, bəlkə orada telefon nömrəsi var. Ha, bir dəqiqə. Yox, Dəniz xanım, yoxdur. İki nəfərsiz qaş. Hansı sən müdürün? Nə lazımdır mənə deyil. O değil müdür? Sağ ki odur. Sən müdür? Eşidirəm. Bəlkə orada danışaq. Buranın nə pisdir ki, sözü de. Mən heç fərqi yoxdur. Anarın pulunu dalıcı gəlmişəm. Mənim onlara bir qəpik də borcum yoxdur. Uşaqlar, qonaqlar nə istələr verər süsünlər. İşdən çıxartdığıma görə faiz də gəldim üstünə. Üstündəkinə güvənirsən sən? Polis olmasa da sənin başqa cür danışarlar. Mən bura polis kimi gəlməmişəm. Dostumun haqqını tələb eləyirəm. Pul atmısan ona, bu bir. Qəpiyinə kimi qaytaracaqsan, bu da iki. Tulla bunları, bayra. Sonra nə edəcəksən? Teşekkür ederim. Çok sağ olun. Hoş geldin. Salam canım. Probkaydı ya. Əslində işə görə gecikdim. İncimədin ki. Solmaz xam yenə gəl. Deniz. En esası buradasan, yanımda. Bir de benim istədiklərimi eləsən, heç narahat olmaram. Mənə elə yaxşıdır Fəxri. İstəmirəm yanımda adam olsun. Adam. Sürücü adam niye olur? Yaxşı, zarafat edirəm. Hem şoförün olar, hem de can güdən. Həm də sənə atçot verər. Deniz. Sen elə bilirsən ki, mən sənə inanmıram. Onda niyə elə israrla istəyirsən yanımda adam olsun? Xarici vətəndaşlarla işləyirsən, Aha. dövlət adamları ilə işləyirsən, həm sənin üçün rahat olsun, həm də mən narahat qalmayayım. Bütün bunları mən fikirləşməyim ki, fikirləşim. Nə olar? Gəl bugün bu barədə danışmayaq. Baş üstə.
Amma onda adam özünü tap. Maşındakı öz yerində. Ölməmişəm ki. Yaxşı fikirləşərəm. Acından ölürəm. Kızım. Çaşdırdın sən məni. Sənsən bu, Fəxri. Hələ bu arasıdır ki. Dəniz. İstəyirəm ki, biz bir yerdə qocalaq. Həmişə yanında olasan. Mənim olasan. Mənə ərə gedərsən. Ay, yuxu aparıb mən. İnsan da var, nə yox. Elə mahnılara qulaq asaydı, mənə də yuxu aparardı. Sən nə vaxt adamın sümüyünə düşən mahnı yazıyırsan? Sən kiçik oyunda. Yaxşı, o nə də elə? Nə olub, yenə danışmısan, hə, Fuad? Əxi, boş şeydir, sıyrılıb. Sən dedin, mən də inandım. Bəsdir dayım da. Heç olmasa içəri sala bildin, gecə rahat yata bilərsən şotuva. Polnu. Yaxşı. Yanıb. Deyəm. Nə deyirlər? Müdürün göndərdi. Maşallah müdür. Fuad, burada pul çoxdur axı. İşdən çıxartdığına görə faiz də gəlib üstünə. Hə, nədir? Pulu gördünüz, gülərsən də, hə? Heç bir problem yoxdur ki. Nə problem olacaq? Bir də elə imkan axtardım, pulu göndərim, yaxşı ki, sən gəldin. Gör nə deyirəm. Gəl bu pulun başına daş salaq. Necə məsləhətdir? Əla. Gəl. Gedək, amma yol üstü mən bir dənə iş yoldaşıma deyim. Yaxşı, hara geyirik? Otdu. Gözəl məsləhətdir. Mən də orada olmamışam. Deyirlər, Dilərə Kazımov oxuyur orada. Gedə qulaq asaq. Bəlkə rastımıza gözəl xanımlar da çıxdılar orada. Babat qızları deyilsən. Nə bəs dağlama. Sən get, mən özüm gəlirəm. Yaxşı, maşını aparımsan? Yox, o tərəflər propkadır. Özüm geyirəm. Fuad, gör nə deyirəm. Hər şey yaxşıdır. Hə də, narahat olun. Yastığın yüngül olsun. Sənə bir həftəlik banisini yazacağam, amma yenə ehtiyatlı ol. Yarı inləyə bilər. Baş üstə həkim, dediyi əviyyatdan çıxarmalı. Təzə evlənib həkim. Yoldaş sevinəcək evə getməyinə. Amma rəqs eləmək olmaz ha. Bəhruz, necəsən?
Qorxulu bir şey yoxdur ki. Yaxşı ki, güllə sümüyə dəyməyib. Qanaxmanı kəsdik, amma yenə ehtiyatlı olmalıdır. Güllə girib çıxıb. 5 kişi atdılar. Əxti gətirib. Bəs mənə deyirsən bir balaca sıyrılıb? Fuad qanaxma sonradan başladı. Rəis də... Yaxşı, yaxşı. Əsas odur ki, indi hər şey yaxşıdır. Sonrası boş şeydir. Həkim, mənim qardaşıma yaxşı baxın. Biz də indi qayıdırıq. Bu adı için nə deyə bilirsən sən? 10 dəfə dedim ki, diqqətli ol. Adın dəli kimi alınır sən hər yerdə. Heç kim işləmək istəmirsən mən. Neyini mi? Nə olub bəyəmi? Niyə şişirdirsiniz bu məsələni? Necə işməsin ki? 2 mağazin güllən boşaltmışsa sağa sola. Heç bilirsən nə qədər adam gedib sizdən sonra ora? Yaxşı, bəs Bəhruzu niyə xəstəxanaya gətirməmsən? Dedə heç nə yoxdur da. Bir şey olub da. Sabah səhər rəis bizi yanacaq. Gecikmə. Ha Murat. Neyiniz? Programımız başladı. Biraz var yatıp. Hiss elədim bayaq. Ağlayır ama sesini çıkartmır. Bilmirsən onu. İndi baxıram. Gülü. Yəqin xoş xeyir. Çıxıram gözdən. Narahat olma, bacım güçlü qızdı. Bilirəm ata, bilirəm. Gece geç geleceğim ben. Bir şey lazım olsa zengeyleyersin. Gece neyle kalsın. Korkuram birden ölem, yadda kalır gözlerim. Gitme gitme gel, güzel yar. Gitme gel. Çok sağ olun dostlar. Bizim işimizde şiirin ve sözün öz yeri var. Yani eşitliğinizi yüreğinize çattırmak asan iş değil. Daha tesirli sözler lazımdı. Mesela, mən küləyəm, məni sınama. Mən özgəyəm, məni saxlama. Cənnətdən qovulmuş şeytanam mən, məni qınama. Mən küləyəm, məni sınama. Xoşunuza gəldi sözlər? Belki hele bu güzel sözlerinin sahibi bugün bizim aramızdadır. Anar, eğer algırsan öğrenci oldum ve benim sözümü yere salmayacaksansa, onda buyur sahneye. İnci Mengi'den seni burada gören de fikirleşti megamdır. Heç nə olmaz, borc olsun. Axşamınız xeyir əziz qonaqlar. Madam ki, Dilərə xanım mənim sözlərimi burada xatırladı. İstərdim bu axşam mən küləyin mahnısından başlayayım. Çox sağ olun.
nar kimi solarım. Bilsem ki xoşbəxtsən, bəxtəvər olarım. Ama unutma ki ben qaydaram, ötən günlər limanına. Oradan yoxuma qolmaq gəlib öpüb uyudar. Mən küləyəm, mən küləyəm, məni sevməm. Mən özgəyəm, mən özgəyəm, məni saxlama. Cənnətdən olmuş. Hasan bir öğren bakayım bu harda okuyor. Soruşaram. Mən küləyəm, mən küləyəm, məni sevməm. Teşekkürler, çok sağ olun. Anar, çok sağ ol ki sen benim sözümü yere salmadın ve biz onun için okudun. Çok teşekkür ederim. Sağ ol. Kısa fasileden sonra devam ederek. Nuş olsun. Murat Bey'den de. Selam Anar. Selamlar. Ben Murat. Sesinizi işitmekten zevk aldım. Sesiniz de ifanız da çok güzel idi. Teşekkürler ama şişirttiniz biraz. Katiyen. Tek ben değil, ham öyle fikirleşir. Benim dostum Şam kimidir, Şam. Başa düşmedim. Şam kimi yanır, ətrafa işıq saçır, amma özü əriyir, kölgədə qalır. Gelin ben sizi tanış edeyim. Benim dostum Fuat, Murat Bey. Tanış olunuz. Çok şadam. Ben de şad oldum ama size razı değilim. Özüne ışık saçmayan adam etrafına da ışık saçabilmez. Bence dostunuz çok istidatlıdır. İstedad öz yerində, amma kimə lazımdır pulsuz istedad? Ya, çok üzr istəyirəm. Benim dostum yok. Benim buğaltırım Fuat. Fuat ne olup anlaşılmadı. Sonra danışalım. Neyse, ben size mani olmayayım. Yalnız sizden bir haşim olacak Taner Bey. Bu yakınlarda bir ad günü olacak. Eğer okusanız çok sevinirim. Öyle burada. Belli. Razı olsanız şad olarım. Siz əlbəttə ki şad olacaqsınız, amma mənim dostumu da sevindirmək lazımdır. Çok üzr istəyirəm. Zarafat edilir. Fikir vermeyin. Yox, zarafat eləmirəm. Çıxışı 1000 manat. O da sizə görə. Yakış, pul problem değil. Esas odur ki o gün çok istediğim birinin yüzü gülsün. Bu be. Kalanı hemin gün. Siz dincelin. Teşekkürler. Sağ olun. Sen ne tər adamsan, bu ne da? Hadi öyrəşməmsən havayı pula. Götür qoy cibə, qıradan baxan başqa şey fikirləşir. Siz kimə nəsə istəyirsiniz? Viski ver mənə hələlik, sonrasına baxarıq. Bir də bu Murad Bey kimdir? Buranın sahibidir. Mirvari xanım ad günkü sizinlə danışdı. Ver, viski getir. Sen o Mirvari xanım kimdir bu? Sevgilisidir ya, neydi? Bilmirəm, kimdir, amma maraqlı insan oxşuyur. Amma pis adam oxşamır. Yaxşı, neynədin, nə oxudun? Təzə mahnı, nə? Yox, köhnə mahnısıydı. Təzə mahnılar qaldı dəftərdə, onu da itirdim. Necə itirdin, harada itirdin? Nə bilim, bir adamdan səhv saldım. Onun dəftəri məndə, mənimki onda yəqin. Bir telefon zadı yoxdur, götür zəng elə də. Var, heç bilmirəm onun nömrəsi də yoxsa. Götür zəng elə, yoxla da. Elə indi burada. Kimi gözləyirsən bəs çox? Zəng elə, zəng elə. Alo, hə canım. Zanmışam, yorğunam mən. Səhər tezdən durmalıyam, görüşlərim var. Dayan. Sən məni yoxlayırsan? Olmadı ki.
Dedim bir səsimi eşidəsən, sevinəsən. Yuxudan oyatdım, sana üzr istəyirəm. Yo, ən yaxşısı budur, mən gəlim üzr istəyim. Ha? Nə deyirsən? Bu axşam çox romantik keçdi. Gəl bu günü korlamayaq. Yəni dəftər itirməmisiniz? Ay kişi, qışqırmaya ehtiyac yoxdur. Kar da öyle. Sağ ol. Sen ne gülürsən, ne xırıldayırsan. Cavan bir hanım idi. Cavansa babas şeydi. Afa. Ne var ne? Neyinsen? Orada neyinsen? Hiç haberim yokuydu ki. Gözde 20 dakika oradayım. Ha, tamam. Tamam Yusuf, narahat olma. Ben halleyleyerem. Yaxşı. Hanımlar, ben gitmeli oldum, bağışlayın. Mən də birazdan gedəcəm. Ustalar gözləyir məni. Mirvari, eve geç gitme. Sonra kişi meraklanıp bana zem kurup alemi katır birbirine. Tamam. Murad, Fəxri əl çəkmir məndən. Deyir, gəl bir nəfər tapaq sənin üçün, can güdən kimi. Amma mən istəmirəm adamı o tapsın. Başa düşürsən də. Başa düştüm. Nə olar, sən tap da bir nəfər. Yaxşı adam olsun, maşın da sürməlidir. Narahat olma, polis sosyalden meraklanırım. Ama Fatih'i de kınamak olmaz. Parmağına yüzük takmış. Narahat olma, yakşı bir adam taparım. Bayaqdan Murad burada deyir, üstüvə çox getmirəm. Bax, Dəniz xanım. Fəxri imkanlıdır, iş adamıdır, cavandır. Bunların hamısı çox əla. Bəs sən özün o nərə getmək istədiyindən əminsən? Niyə də yox? Onsuz da fikirlərim qarışıqdır. Sən nə demək istəyirsən? Elə bax, mən də bunu demək istəyirəm. Əgər fikirlərin qarışıqdırsa, deməli sevgidən danışmaq üçün hələ çox tezdir. Bayaq deyirdin, nəsə elə bir çatmır, boşluq var. Məncə bax, çatman elə bu sevginin özüdür. Hardan bilirsən sevgi yoxdur? Baxışlarından, duruşundan, gözlərin parıldamır, mənim əziz müdürüm. Naq yerə məmarlıq bitirmisən. Psixoloq olardın. Hə. O ki, dilləri, sevginin gözləri kör olur. Adam doğrudan da sevəndə heç nə görmür. Heç nə. Elə danışırsan ki, güya 100 dəfə aşıq olmusan. Yox. O istər insanın ömründə bir dəfə olur. Düzdür, mən hələ xəyallarımdakı o ağatlı oğlana hələ rast gəlməmişəm. Amma inanıram ki, bu yaxınlarda mütləq rast gələcəm. Allah qoysa. İşin yoxdursa, gəl gedək mənlə. Uşaqlar da səni görsələr, sevinərlər. Əla, niyə də yox? Gedək. Zəhrimare. Və deyirəm ki, biləsən Fuad, səni sürüyüb evə aparan deyiləm. Özümü öldürmək istəyirsən. Bunun daha rahat yolları var. Özün bilirsən də ya. Bilirəm.
Öyle ama tapancanı da təhvil verdim. Vəsiqəni də. Ha. İşin prokuraturada da. Çalışkan anar, zəhmətkeş anar və onun tam əksi Fuat. Həmişə yanımda olmuşsan. İndi də yanımdasan. Yadımdadır 11-ci sinifdə məni otaqda bağlayıb riyaziyyatdan hazırlaşdırırdın ki, imtahan verəm. Bir tər atistat aldırdın mənə. Ha, görürəm, xeyri olmayıb ha heç. Bəs eşitməmsən? 40-ında öyrənən görünündə çalar. Yox. Yadındadır Zavaqzarın uşaqlarıyla bu da küçənin başında dava elədi. Sənin ax gönlün bütün qanın içindeydi, sonra gəldi bura bayda, xala bizi süpürgə ilə yaxşı xoşbəxt elədi. Sən də şüvənli qaldırdın. Mənə döy, günahkar mənəm. O vaxtı buralar mənə bir sən necə böyük görsənirdi. İndi baxıram çox cılız deyə. Onda elə bildim ki, bura enli kürəyi belə hündür cavan oğlandan. Mən indi baxıram, qoca bir dənə kişidir. Axsaq, əlində əsa ilə gəzən bir dənə qoca kişidir. Qocalırıq, Murat, biz də qocalırıq. Özündən yazığın gəlsin. Bu zərmarı at yerə, dur gedək evə. Dur. Dur gedək evə. Yavaş ol. Yəni sıqabil et. Əslində mən bilsən nə vaxt qocaldım. O papağın tabutunu türmədən çıxartdı ha. Baxalım da. Nə bilim, bəlkə Cabir əmə vaxtı əlimdən tutub məni polis akademiyasına aparmasaydı, mənə də türmələrdən yığıb yığışdıra bilməyəcəkdim. Kəndən sonra qatıq olursan, əblə danışmaqda, ölümdən danışmaqda qurbağa gedək. Neyniyim, sən danışmırsan gərək mən danışım da. Ha, yaxşı. Pəncərə yadındadır. O pəncərənin dili olsaydı bilsən nələr deyərdi bizə. Demə. Dur lana! Ya sakit, qonşular var. Amma qəşəng qız idi ya, əzəramızda. Sən öyle. Murat, mən nə bilim ki, sən o qızı sevirsən. Bilsəydim heç patxod eləməzdim ona. Amma deyəsən, hələ indiyə kimi bağışlamam sana məni. Məni mənsizliyə sürgün edən özümü mənə bağışla. Bilsən, o mahnını niyə yazıb qısara bilmirsən? Çünki ürəyində sevgi yoxdur. Eşq başqa şeydir, Murat. Başqa şeydir. Sən deyən olsun, yaxşı var. Mən bilmirəm də, İbrahim. Mən sənə neyiniyim özümə gələsən. Bəlkə xaşiyə dizdiyim sən? Yox. Qofi içirdin? Yox. Gedək Zəkiyə bibinin yanına düşüb bərə yeməyə. İsti. Ay, ya. Gedək. Deyəm. Çağırdı elləri gedərəm davaya. Ol mənə dilbər gedərəm davaya. Kəbiş müəllim getdi. Yok Yusuf, o adam olmaz. O ağzını danışını bilmir. Bana daha medeni bir adam lazım. Ağzı sözü temiz bir nefer. Yakşı Yusuf, sen kurarım. Alo, Anar Bey. Murat Bey, salam. Necəsiniz? Yaxşı olasınız. Bayaqlar elə sizə zəng vuracaqdım. O günlər uşaqlar hesabı almadılar. Çok sağ olun. Boş şeydi. Gel şu resmiyeti koyak bir tarafa, dost gibi danışak, olar. Elbette olar, buyurun. Bir şey soracaktım. Senin dostun poliste işlirdi, düzdü. Fuat. Yakın bir tanışım var, kadındı. Bəli. Ona hem sürücü hem de adını böyle koyak da Can Güden lazımdı. Eğer maslahat gördüğü bir tanışı varsa onu soracaktım. Elbette var. Fuat özü işləsə yaxşı olardı məncə.
Aha. Mən Zaminəm. Ünvan zəhmət olması deyərdiniz onda. Bircə dəqiqə. Ya Deniz, bugün bir nefer gelecek yanına. Özün danış karar ver. Problem olmasa bana diyersen kalan meseleleri özüm hallederim. Ha Deniz, bir şey söyleyecektim. Mirvari'den mukayyet ol. Fikir ver terlemesin. Yaxşı, narahat elədim səni. Sağ ol. Murad idi. Hə, valla mat qalıram bu adamı. Hər işini çatdıra bilir. Belə deməm qardaşım. O mənim həm şansımdır, həm də şanssızlığım. Elə niyə dedin ki? Ona görə ki, bütün kişiləri onunla müqayisə edirəm. Heç kimi də bəyənə bilmirəm. Əmir var, belə getsə evdə qalacaqsan ha. O evdə qaldı da. Sən danışma. Deyəsən səni başımla eləmişəm deyə belə danışırsan. Kişinin elə tə çatmayanda diriyi verib. Neydi bunun adı? Yarbala bəy. Yarbalam, sən özünə bax. Özün evdə qalmışsan, xəbərin yoxdur. Mənim əlimdə 50 dənə qızım var. Az danış, işvi gör. Yaxşı, yaxşı. İşinizi görün. Bu otaq axşama kimi hazır olmalıdır. Olacaq. Can, nə qədər ki kraskanı iyi səni tutmayıb, ged evə dincəl. Narahat olma, yaxşıyam. İçdiyim dərmanlardan tutur məni. İstəyirsən verim, sən də dadına bax. Birini də yarbalaya ver içsin. Onun kanadan gəlmədi. Neynəsən xeyri yoxdur. İçsə də piyanda, içməsə də. Neysə, qızlar, mən gedim. Yaxşı. Sizi də çox narahat eləməyim. Görüşərik. Hələlik. Muğayət o. Uzan. Ac qarnı içəndə belə olar da, bilət. İşte olmaz. Bu biraz yatım düzələr. Nə yatım ha? Başın çatmırsan. Görüşə getməlisən, dur. Yo. Bu vəziyyətdə heç yerə görüşə getməyəcəm. Sən get də. Başına xarabsan əsiz sənin. Bu vəziyyətdə məni kim deyə işə götürər? Sən heç inanmıram, mən işdən çıxardılar. Çıxarmayıblar, narahat olma. Hələ görə prokuratura nə deyəcək? Nə deyəcək? Heç nə. Bir dənə siqaret ver də, xahiş edirəm. Anar müəllim. Yarbala, bu qapını açan olacaq ya, yox? Açıram. Buyurun. Salam. Məni Murad bəy göndərdi. Bu işlə bağlı görüşəcəkdim. Bildim. Deməli, siz yuxarı qalxırsınız Süleyman. Üzbəüz otaqdan sağa dönürsünüz. Üzr istəyirəm. Siz? Yenə də siz yenə toquşma. Narahat olmayın, narahat olmayın. Yaxşısınız? Yaxşıyam, özüm silərəm. İşlərimiz yazıq. Müdiriyyətə sizdən şikayət gəlməmişdi ki. Yox, hələ qovmayıb məni. Siz dəftər üçün gəlmisiniz, mən də sizi axtarırdım. Məni göydə axtararkən yerə tapdınız. Amma əslində dəftər üçün gəlməmişəm. Mənim Murad bəy göndəribdi bu işlə bağlı. Yarbalan, o səhv salınan dəftəri gətir bura. Bu dəqiqə. Buyurun. Çay içirsiniz? Çayı siz gətirəcəksə lazımdır. Şalvarım təmiz deyiləm deyə. Yarbalan, çay gətirdim.
Siz musiqiçisiz? Demək olar. Bəs bu iş üçün niyə? Əslində özüm üçün yox, yaxın dostum üçün gəlmişəm. Qorxdum ki, bu iş əldən çıxsın. Ona görə buradayım. Dostum mədəsi ağrıyır, gələ bilmədi, vəziyyəti pisdir. Bu müdir xanım necə bir insandır, bilmək olar. Deyəsən elə müdir xanım gəlin. Bir dəqiqə siz keçin ora. Aha, yaxşı. Ay salam canım benim. Salam. Necəsiz? Yaxşıyam. Buradan keçirdin. Dedim bir gəlim görüm işler necə gedir. Bir çayımızdan için. Nuş olsun. Çok sağ ol. Necəsiz? Necə olacağım? Görürəm yaman çox işləyirsiniz. Mən sizi görəndə mənim də qanım qaynayır. Lap cavanlaşıram mən. Niyə elə deyirsiniz? Cavansız da, maşallah. Ay sağ ol, sağ ol. İşlər deyəsən tamamlanıb, hə? Hamam nə vəziyyətdədir? Bəlkə baxaq? Əlbəttə. Üzr istəyirəm xanım. Bəli. Məni Murad bəy göndəribdi. Bu işlə bağlı sizlə görüşəcəkdim. Nə iş? Cangüdən bir də sürücü mən bilən. Bir dəqiqə gözləyin. Gedək baxaq. Elə başa düşdüm ki, işçi tapmışsınız artıq. Aydındır. Gəlirəm. Bir dəqiqə. Yaxşı. Fuad. Oradasan? Hələ ki buradayım. İşlər necədir? İş alınmaya da bilər. Heç vecivə də alma. Polad sınar əyilməz. Ya Polad nədir, əyilməz nədir, qurban olum, nə danışırsan sən? Birazdan evə gəlib danışacağım hər şeyi. Yıxıl yat. Oldu. Oldu hələlik. Yaxşı canım mənim. Biz getdik. Sağ olun. Özünüzə yaxşı bax. Siz də. Üzr istəyirəm. Gəlməyini gözləmirdim. Müdürünüz yaman yekəxanadır. Yo, əslində mən... Dəniz xanım, monitörlər saat neçədə gəlsin? Gəlirəm indi. Oldu. Deməli, Dəniz xanımsızsınız? İndi hər şey deyəcəkdim sizə. Ehtiyac yoxdur. Mən başa düşdüm hər şeyi. Mənə dolmaqdan zövq aldınız deyəsən. Nəyəsə mən gedirəm. Amma sizin ki insana bu hərəkəti mən yaraşdırmıram. Mən axı sizə yalan demədim. Yəqin ki, müdürə oxşamıram. Elə görsənir. Nəyəsə mən getdim. Amma sizinlə hər dəfə görüşəndə nəsə baş verir. Nə olub? Düzdür, uşaqlıqdan biraz yöndəmsizəm. Amma... Mən də elə başa düşdüm. Dəftəri gətirərsiniz? Vacib deyil dediniz. Amma içində vacib notlarım var. Adam göndərərsiniz, gəlsin götürsün. Mənim nömrəm Murad bəydə var. Bir də adım Anardır. Mədəni insan tanış olanda özünü təqdim etməlidir. Sağ olun, şad oldum. Şad oldum. Birazdan her şey bitecek. Biz seninle danışmıştık da ki böyle şeyler gözlərilir. Yadındadır. Ay sağ ol. Üşütmə, zəiflik, boyun tutulması, baş ağrısı, burun və diş əti qanamaları. Yaxşı. Dərsimizi əzbərləmişsən. Kimyoterapiyadan sonra böyle şeyler normaldir. Ama gərək üzüyü görməyəsən. Mikroplardan özünü qoruyasan. Və vaxtında dərmanlarımı içəcəm. Doktor, az günə gələcəksiniz. Sənin neçə yaşın olur? Belə deyək də, əsrin 1/4. Vay. Sən əməli başlı qocasan ki ya. Gözümdə bir ciddi işim olmasa gələcəm, mütləq gələcəm. Gəlib sənin adını tortundan da yeyəcəm. Doktor, siz bilirsiniz də mən sizi nə qədər çox istəyirəm. Onda yəqin palata yoldaşlarıma baş çəkməkdə icazə verərsiniz. Amma 5 dəqiqə. Çox sağ olun, bəs eləyər.
Necə doktor? Düzün deyin. Biz onsuz da hər şey hazırıq. Ya kızınız yaxşı Necip Bey, narahat olmuyor. Bircə bu, o içindeki enerjini bir bala cıdolayabilse laf hayal olar. Başa düşürüm sizi. Bu arada rahmetli anasını çekip. İndi aparın eve, çalışın biraz yatsın. Ama size bir söz diyeyim. Bu daxilindeki enerji onu hayata bağlayır. Yəqin ki, düzdür. Ölene kadar senin kadar güzel olmaz. Senin kadar. Ne ola? Sen demiştin axı. Sevgi yoktusa mahnı da yoktu. Ged yat. Sabah səhər yazarsan. Cehennem olsun bu sevgi. Fuat yıkıl yatkına, mənlə işin olmasın. Döyüş növləriyle meraklanmışsın. O vaxt polis akademiyasında oxuyanda. İndi də idman kimi. Atıcılıkta medal kazanmışsın. O da o vaxt olub. O meseleyle bağlı bir şey soruşmuram. Soruşma. Silahın var. Uca yox. Başa düştüm. Yaxşı gidək Deniz'in yanına, defteri de özün verirsen ona. Gedək. Amma adamın öz ürəyini dalmaq məsələsi də var da. Nə bilim, mən elə şeylərə inanmıram. Həm də ki, məncə bu ümiddən başqa bir şey deyil. Sən çox pisimisən, xəbərin var. Qızım, gərək öz enerjini özün idarə eləyəsən, onu çağırasan, istəyəsən, ürəyini boşaldasan, nə bilim. Sən sekret kitabını oxumamısan, hə? Bax, görürsən, oxusaydın bilərdin ki, əgər istəməsən, heç nə olan deyil. Düz deyirsən. Bütün gün işləyirsən, əziyyət çəkirsən. Allah da heç nə yetirmir. Amma mən bugün axşam öz istədiyim adamla tanış olacağam və onu da səndən tanış eləyəcəm, görərsən. Məncə sən qapıcıdan başqa heç kəsə valih ola bilməzsən. Pis. Həm də birini öpmək üçün gecəni gözləməyə ehtiyac yoxdur. Necə? Yaxşı da səndə. Pisdir. Sənin olsun. Maşınınız var Fuad? Bəli. O da avtomatdır. Yox, köhnə BMW-dir. Bəxtinizdən bugün işimiz çoxdur. Evi yox. Gözlərini görmüsən bu boydadır. Necə fikir verməmsən? Bibi, Hocam. plovdan qalıb, Hə, yarım porsiyada ver də nə olar? baş üstə.
bir dənə duxu vurmuşdu. Maşına oturan kimi adamın başı gicərlənirdi. Şişirdir sənə Fuad. Nə şişirdir səni? Sən onu iş başında görmüsən. Səhər yuxudan duran qadın necə olur? Bax elə. Ona görə göz və fəri bir şey dəyməyib. Çox şey itirmisən. Bibi, sənin bu yeməklərin deyə bizi kökəldən. Həri, elə yaxşıdır da. Qoy qızlar hələ bilsinə ki, ciblərimiz doludur. Sənə də bir dənə söz deyən kimi fırladıb gətirsən evlənməyin üstünə. Sən nə yemirsən? İştahım yoxdur. Hə, bəsdir də bu mahnıları yazdım. Albom çıxardıb nə edəcəksən? Eşq lazımdır, eşq. Mən sənə kömək eləyərəm. Hara gelirsən? Var da məndə. Fuad. Bu kızın nişanlı olduğunu bilmirsən be. Sen maaşı diyesen hele onun şansı ver. Bu maşın da ondu. Dedim ki bilesən. Duş olsun. Gidin biraz gezin. Eve qayıdıb paltarımı dəyişib. Ad günə gedəcəm. Neyse. Aklımızdan getirdin de. Anar, istersen başlayak. Bacım az sonra gelir. Hangisini bağlıdan? Özüm bak, nece məsləhət. Tamam Murat Bey. İstemağından başlayacaq. Hazır. Akşamınız xeyir olsun qonaqlar. Mirvarin ad gününə xoş gəlmişik. Və istərdim bu gözəl insanın şərəfinə bir alqışlar gəlsin. Teşekkürler. Çok sağ olun. Çok sağ ol bir tanem. Yaşasın bir de sanmasın. İster gözlerden kör olsun, kibriler daşa dönsün. İster kulaklar kör olsun, hem körlerden uzak olsun. Mənim üçün xüsusi bir gecədir. Onlar mənim ən yaxın dostlarımdır. Belə vaxtlarda həmişə məni tək qoyursan. Heç dəxli var. Bugün sen biraz bayırda gözlüğe taşı. Deniz. Mən inanmıram ki, axşamın bu vaxtı belə bir vacib görüş olar. Bir həftə əvvəl Mirvarinin ad günü olacağını sənə demişdim. Nə deyim? İnciyirəm səndən. Deniz. Tanımadığım adamlara mən necə deyim ki, bugün görüşə gələ bilmirəm. Niyə? Mirvarinin ad günüdür. Ha, vallah. Deniz, mən bugün Germaniyadan gələn insanlardan görüşməliyəm. Germaniyadan gələn qonaqların haqqında mənə indi deyirsən? Nə bilim, bəlkə yalan danışırsan? Xətrimə deyirsən, hoca Deniz. Yalan deyirəm. Sənə. Olmadı ki. Bir də ki, uşağın adı günündə mənim nə işim var? Qız da ki, xəstə. Belə şeylərə baxa bilmirəm, mən. Spor eləməyək, gedirəm. Deniz. Gedək Fuad. Onsuz da gecikdik. Qıza bir kəlmə sözün varsa, saxla maşını. Xanımın dediklərini eləyirəm. At daş.
Geciktiğime göre üzr istəyirəm canım. Narahat olma, tam vaxtında gəlmirsən. Amma mən nə rəqs eləsəm, bugünlük günahından keçərəm. Gözəl günün ən gözəl qızına hədiyyə. Çox sağ ol. Amma mən aynamdan soruşdum, o mənə dedi ki, günün ən gözəl qızı Dəniz xanımdır. Bu yandakı yaraşıqlı oğlan kimdir? Can güzənimdir. Aa, məni də qoruya bilər. Tanış elədə dünya dağılmaz ki. Keyfin yaxşıdır deyəsən. Əlbəttə. Niyə də yox? Uşaqlar əlləri görmürəm. Tanış olun. Muradın bacısı, günün qəhrəmanı Mirvari xanım. Çox şadam. Mən də. Niyə rəqs eləmirsiniz? Bacarmıram, amma siz özünüz çox gözəl rəqs edirsiniz. Onda mənə söz verin ki, topdan sonra mənimlə mütləq rəqs eləyəcəksiniz. Amma... Aması maması yoxdur. Mən seyr edəcəm, narahat olmayın. Həm də ki, bugünün qəhrəmanı mənəm. Sözündən çıxan cəzalandırılır. Necəsən? Sağ ol, sen necəsin? Yaxşıyam. Tazi için necedir? Narazı değilsen ki. Elə birinci gündən Fəxri ilə sözü düz gəlmədi. Bunun neyi pislik ki? Bu arada Fahri hardadır? Bilmirəm. Başa düşmürəm. Elə də gəlsə heç başa düşməyəcəm. Murad, mənə elə gəlir ki, biz tam başqa adamlarıq. Sen de biraz sabreyle. Bir, iki, üç. Gel rəqs edək. Gecenin içinden sıyrılıp gelir. Elinden sor. Salam. Sağ ol. Dəftəri Fuadla göndərmisən. Sağ ol. Dəyməz. O gün işlə bağlı biraz əsərli idim. Bağışla. Bugün yox. Bugün yox, nə olar, bugün yox. Dik tut, başı dik tut. Mirvari. Narahat olma, hər şey yaxşı olacaq. Mən niyəsə həyecanlandım.
Ürəyə tamanda olur. Artıq inanmıram. Tamam. Peki bizi gözleyin. Fuat, mənim maşınımla gedin. Tez olun. Doğrudan da rəqsin bir köpüyə dəyməzmiş. Mən dedim axı biraz pis oynayıram. Amma gələn dəfə öyrənəcəm. Söz verirsən də. Söz verirəm, amma sən indi danışma. Mirvari. Mirvari. Fuat tez ol, tez. Ne oldu? Heç kim cavab vermir. Deyirəm bəlkə biz də gedək xəstəxanaya. Yox anar, mən getmək istəmirəm. Onsuz da hamı indi oradadır. Bir də Mirvarini bu vəziyyətdə görmək istəmirəm. Allah'a şükür, Murad'dır. Alo, Murad? Özüne geldi biraz. Həkim nə deyir? Yanındadır. Kan götürdüler. Çoktu kan getirip. Keçər. Bu da gəlib keçər. Bir şeye ihtiyaç var mı? Mən nəsə eləyə bilərəm. Yok sağ ol. Ne lazımdı sonsuz da eyledin. Allah razı olsun. Maşın lazımdır. Aparım maşını. Fuat soruşur ki... Eşitdim, yox, maşın lazım deyil. Qoy sizdə qalsın. Mən özüm gedərəm. Yok diyelim. Bunları kime verim? Ver bacım. Sağ ol. Belə anlarda insan başa düşür ki, həyat çox qiymətlidir. Düz deyirsən Dəniz. En azından bu şeylere göre insan gərək öz yaxınlarını üzməsin. Çünkü hayat bitenden sonra bunların heç bir mənası qalmır. Çılpaq gəlib çılpaq gedəcək. Bir de bu hayatta yavaş yavaş her bir şeyin dərdinə çare tapma olur. Ama kırılmış yüreğin düzeltme olmur ki olmur. Ürəyi sındırmaq olmaz. Tam razıyam. Gül de torpaqdan ayrılan kimi solup gedir. Şair qəlblisən ki. Elədir ki var. Sayıq deyil ki sənə. Yox. Anar, o günə görə səndən üzr istəyirəm. Heç özüm də bilmirəm niyə elə alındı. Yox, mən inciməmişəm ki. Mən fikirləşirdim, haradasa səhv buraxmışam. Sözün düzü, mənim də keyfim yox idi o gün. Deyirəm, bəlkə elə ona görə belə oldu. Amma sənin kimi qadınlardan baş aça bilmirəm. Mənim kimi qadınlar, yəni necə? Yəni, iş qadınları, varlı qadınlar. Mənimki onlarla düz gəlmir. Mən axı elə deyiləm. Uşaqlıqdan rəssam olmaq istəyirdim. Sonra memarlığı bitirdim. Doğrudan? O gün səni parkda görəndə incəsənət adamı olduğunu o dəqiqə bildim. Elə alnımda yazılmış. Yox, elə göylərdə gəzirdim. Yox, mən hiss edirəm ki, sənə sayım. Bu işdə nə qazanmışamsa, hər şeyi Muradın anasına borcluyam. O mənim müəlliməm idi. Mənim əlimdən tutub. Çox güclü bir memar idi. Türkiyədən bura iş üçün gəlib. Sonra da burada ailə qurub.
Mən Muradı o vaxtdan tanıyıram. O da xərçəngdən ölüb. Acı deyirsən ki? Yaman acımışam. Yaxşı bir yer tanıyıram orada. Gələ çörək yeyək. İsti çay varsa, gedək. Olacaq. Çok sağ ol bebeğim. Gözlem, gözlem. Yavaş ye, kaçmış. Neyiniyim, tatlıdır da. Nur, Nurcan. Gözde göz özüm susarım. Bir tane de çaynik ver de. Ay çok sağ ol. Səhər-səhər hansı toydan gəlirsiniz? Biz musiqiçiyik. Mən toylarda oxuyuram. O da nağara çalır. Üzün mənə tanış gəlir. Hansı kanalda görmüşəm səni? Demək olar ki, hamısında. Gələn dəfə sizə öz diskimi gətirəcəm. Elə, nuş olsun. Çok sağ ol bebeğim. Yaxşı, çatdıq. Evim buradadır. Yordumsa səni, bağışla. Yo, inan her şey güzel idi. Neyse, Sağ ol. hələlik. Anar, Ha. hələlik. Hələlik, sağ ol. Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Seslemenin lami sıralardan, gözlemenin dönüşü olmaya vidalardan. Soruş beni unutulmuşum. En iyisi. İsmail'ı yazarım. Sen en iyisi. Eminim işte. Çaysız mı sen? Yok, içmirəm. Ürəyim gəlmir soruşma. Deyəsən qızın vəziyyəti pisdir. Nə bilim var. Bilmirəm. Pisdir. İnşallah yaxşı olur mu? Yaxşı. Qoy mən kimim sonra danışalım. Olur. Olur. Yaxşı.
Alo, salam. Fəxri müəllimi olar? Mənəm Dəniz. Sitarə sənsən? Salam canım. Yo, Fəxrini axtarıram. Ha, bildim. Hansı otelidir o? Çox sağ ol canım, sağ ol. Bəli Dəniz xanım. Yo, yatmamışam. Gəlirəm. 15 dəqiqəyə oradayım. Bəli Dəniz xanım. Pərdə işlərini həll edirəm, narahat olmayın. Aha. Özünüzü yaxşı hiss eləmirsinizsə gəlməyin. Oldu. Oldu Dəniz xanım, sağ olun. Gedək Cümeyra otelinə. Baş üstə. Fəxri oradadır. Fuad, məni burada gözlə, gəlirəm indi. Baş üstə. Zırramanın biri zırrama. Sənə lazım idi bu. Gətirdin öz əlindən qızı verdin. Sevgilisinin əlinə ki iş bilmişim. Var sən mən nə deyim, mənə iş tapdın da. Sabahdan bu iş əlvida. Başqa iş tapmaq lazımdır, başqa. Yox Dəniz xanım, Fəxri bəy gedib. Şirkətdən dedilər ki, buradadır. Düz deyiblər, dünən onun burada toplantısı var idi, amma indi o burada yoxdur. Lala xanım, bir dəqiqə olarsınız. Bir dəqiqə. Heç yaraşdırmadı bu hərəkəti sizə. Dedim axı narahat eləməyin. Nə? Yuxarı qalxır. Belə bir ton pul verəmə sizə. Dur. Tez elə. Tez elə. Dəniz. İclasın ikinci hissəsidir bu, Fəxri müəllim. Onda sizə uğurlar. Daha sözüm yoxdur. Bunu da o qıza verərsən. Şərəfsiz. Dəniz! Dəniz! Tez. Aşağı xəbər ver, qız oteldən çıxmasın. Dəniz xanım. Əlivi çək. Fəxri bəy sizi gözləyir, xahiş edirəm sakit olun. Çək əlivi məndən. Sən narahat olun, mən sakitləşdirirəm xanımı. Sən kimsən? Sən nə var?
Deniz Hanım, tanış olun, benim yoldaşımdır. Salamünaleyküm. Hoş gelmişsiniz. Fikir vermeyin, değerli kağızı var, baştan kırışadı. Buyurun əyləşin, hoş geldiniz bir de. Anar soruşur ki, sizin qəfil gəlməyinizin məqsədi nədir? Deniz xanım bir müddət bizdə evdə qalacaq. Yox, gözlə. Bir mənə baş sal, burada nə baş verir? Bircə dəqiqə gözləm, mən yeməyin altını söndürüm, gəlirim. Pərviz, sənin o polis dostluğun adı neydi? Bizim qızın axranası Fuad polisdə işləyib. Öyrən gör harda işləyib, harda qalır. Dəniz oynan ola bilər. Pərviz, demirəm maraqlan. Deyirəm, öyrən gör hardadılar. Sənə görə narahatım, Deniz. Mən də sizi pis vəziyyətdə qoydum. Bağışlayın. Bizə görə narahat olmayın. Nə qədər ki, məni işdən çıxartmamısınız, mən öz işimi canla başla yerinə yetirəcəm. Bəli, Murad. Mən elə də bilirdim. Hər yerdə axtarır məni. Tapmayınca əl çəkən deyil məndən. Yaxşısı odur ki, özüm gedim onun yanına. Nə olacaqsa olsun. Yox, xeyr. Xeyr, mən qoymaram gedəsən, burada qalsan yaxşı. Ürəyi buz kimi saxla, hələ ki biz buradayıq. Yaxşı, Murad. Danışdıq. Görüşərik. Muraddır. Mirvariyə görə çıxa bilmir xəstəxanadan. Bizimlə görüşmək istəyir. Öz dərdimizə görə qızı yaddan çıxartdıq. Necədir o? Yaxşıdır. Gedirsən? Getməyini gedərək, amma Dəniz burada tək qalacaq. Yaxşı, sən qal, mən tək gedirəm. Yox, gözlə, Fuad, gözlə. Oğlum, Cangüdən sən qalmalısan, əslində mən yox. Yaxşı, onda gəl aşağıda danışarıq. Yaxşı, gəlirəm. Dükkandan bir şey lazımdır sənə? Yox, sağ ol. Fuad, gözlə. Nə olub, keyfin yoxdur? Murad nəsə deyil? Dənizlə sənin aranda nə var? Başa düşmədim. Nəyə başa düşmədin? Görmədim, gəlləli tutmusunuz. Ondan sənə nə var? Necə sənə? Birinci gündən demədim, qızdan xoşum gəlir mənim. Oyun oynayırsınız mənlə. Doluyursunuz məni. Sakit ol, cəmaat var. Tonul sal aşağı, eşidirsən? Kârda ölə, buyur. İndi belə çıxır ki, sənə görə dava eləyib o Fəxri ilə. Sən yenə kişdirsən, Fuadı. Özün demədin ki, Fəxrin başqa qızla görür? Mən başqa qız zad görməmişəm orada. Necə görməmişəm? Bax belə. Gözlə necə görməmişəm? Sözün düzü, birinci gündən o qızdan xoşum gəlir. Ürəyim sıxdın ha, Fuad. Sən ürəyi sıxıb eləməklə, qalx yuxarı. Qalx yuxarı yox, sən qalx yuxarı. Can güdən sənsən, mən yox. Nə can güdən, nə can güdən? Fuad, Fuad. 100 ilin dostuyuq ha. Güya. Vurursan vur. Vur. 100 ilin dostu düzgün olmalıdır. Nəysə, sən qalx yuxarı, mən gedirəm. Bu sən o da o. İşində ol, qardaş. Sağ ol. Anar gəlmədin? Yox, getdi Muradla görüşməyə. Bu mahnını deyəsən hələ bitirməyib. Yox, o adətən mahnılarını bitirmir. Niyə? Nə bilim, mən deyirəm, bəlkə ürəyinə yatan sevdiyi bir insan yoxdur ona görə.
Yaxşı. Siz özünüzü evdeki kimi hiss eləyin, mən biraz dincəlim. Sağ olun. Ağrıları çoxdur doktor. Yox, dərmanlarla kəsdi ağrılarını. İndi özünü yaxşı hiss eləyir. Siz çalışın, onu həmişə sevindirəsiz. Sizlə olsun, istədiyi adamlarla bir yerdə olsun. Bu ona böyük kömək olacaq. Alo. Yaxşı, gəlirəm indi. Mən getməliyəm. Bir şey lazım olsa mənə zəng eləyin. Yaxşı. Anların açarı da buradadır. Heç kəsə qapı açma. Yaxşı. Onlar götürdü bu zibili. Burada maşın saxlama olmaz, sür qabağa. Atom obyektə demirəm. Dedim axı olmaz, strateji obyekti sür. Yox. Blək. Kavalerim də gəldi. İndi belə saat çox moddadır. Heç də təəccüblənmə. Yox, əksinə yaraşır sənə. Bilirəm. Amma sən mənə söz vermişdin ki, ad günündən sonra məni Luna Parka aparacaqsan. Yadından çıxıb? Yox, yadımdan çıxmayıb, amma bəs həkimlər? Mən icazə almışam. Siz heç də bəhanə uydurmayın Fuad bəy. Onda buyurun. Gedək, pis rəqqas. Kavaleriniz əmrinizə müntəzirdir. Əlbəttə olmalıdır. Bir dəqiqə. Soyuqdur.
Darıxmamısan mənim üçün. Alındı. Ura. Fuad qızı apardılar. Ünvanı yazıram indi sənə. Bura gələndə mənim maşınımı görərsən. Mən içəri girirəm. Hələlik. Fuat başlıyor. Başlıyor. Çok sağ ol. Soyuqdu. Ama ben bugün bir gece kuşu olacağım ve bütün Bakı'nın üstünde uçacağım. Narahat olma. Seni de özümden aparacağım. Bəs sənin qanatların hanı? Benim kanatlarım sensen. Mən elə bilirdim, sən özün mələksən. Ürəyimin döyüntülərini hiss edirəm. Görəsən mənim üçün də döyünürmü bu ürək? Xəyal sən bunu görməlisən. Mən çox xoşbəxtəm. Çox.
Seversen de sen bu kızı. Bir dedi görüm seversen bu kızı. Sevirəm. Sen durup geleceksen benim evime. Kızın elinden tutup aparacaksan. Ben de diyeceğim xoşbəxt ol. İndi sen benden yaxşı olarsan. Nə qədər də olsan səndən yaxşıyam. Şirreyimsən sen. Nə? Durup gelmişsen buraya. Ben nasıl ağıllanırsan? Ağıllanırsan, döyle ağıllanırsan. Bir de böyle pok yemezsen. Pok yiyen olsaydım birinci sana yerdim. Kızı götür. Ver gözde. Ay kişi sen, işin mənim olsun. Eləmə elə şey. Sen kişi! Anar? Ne istiyorsan bizden? Biz. Siz açan oldunuz biz. Senin iki yüzlü olduğu bilenden sonra. Deniz! Sevgi. Sevgi. Bir vagon sevgi gelip boşaldan lazımdı. Görürsen böyle. Evlenenden sonra kesileceğim senden sürpriz olsun. Sürprizin başıma değsin. Deniz. Yaraştırmadım sana. Yaraştırmadım. Bak. Ne verebilirsen ona? Ne verebilirsen ona? Yüreğimi. Yüreği. Senin yüreğinin içini kaşıyım. Fuat kızı apardılar. Ünvanı yazıram indi sana. Bura gələndə mənim maşınımı görərsən. Mən içəri girirəm. Hələlik.
Göyərçinlərin sabahı xeyir olsun. Neynədiniz? Nə fikirləşdiniz? Dəniz, bu bedbaxt adam deyib, Allah. Qurban olun, burax onu. Niyə? İşin olmasın, qoy getsin. Hara? Amma o sənə görə ölməyə hazırdır. Torpağa da xoşbəxt gələcək. Mənim oyuna fərqim bilsən nədədir? O torpağa girəcək. Mənsə sənin yanına yatağa. Eləmə. Nə? Yaxşı. Nə yaxşı? Yaxşı. Eşitmədim. Razıyam. Burax onu. Kinolara çox baxırsınız. Romantika, şmamantika. Sən özün ağıllı qızsan. Bu qədər şeylərə nail olmusan, ayaqlarının üstündə özün dayanmısan. Amma bu xiyar acından gün orta durur. Dəniz xanım aparın. Əynini dəyişsin. Deniz yukarıda. Tez ol. Tez ol. Necəsən? Sıkak. Yaxşıyam, rahat olma.
yaxşı insanım ya pis. Günahlarım çoxdur dərəzədə, ya da son mənə xəbərsiz. Kim deyər mənə bu yalandır ya hədis? Göz yaşlarım çoxdur canazamda, ya da nərdivan pilləsiz. Yaramadı satma yarım dünya, yaramadı satma yarım dünya. Hayatımda azala bilmirəm, qanımda damla damla ağlar. Yaramadı satma yarım dünya, yaramadı satma yarım dünya. Hayatımda azala bilmirəm, damımda damla damla ağlar. Kim deyər mənə bu yuxudur ya gerçək? Səfirlərimin çirkli qeybləri, ya da səbrimin xəccər. Kim deyər mənə ümid varmı ya əlçək? Əzilən ruhumdur ya şeirlərim, ya da tənha bir ürək. Yaramadı satma yarım dünya, yaramadı satma